Şeytan heç qoyar mı? Sən Allaha itaət edəsən və Allahın əmrlərinə tabe olasan. Baxın, Allah yoluna gedən insanları da şeytan azdıraraq öz tələsinə yönəldir. Çünki şeytanın vəzifəsi odur. Adəm övladlarını Allahın yolundan uzaqlaşdırmaq və uzaqlaşdırır da. Bəzi insanlar deyir, heç bilirsən dünya bizdən nə istəyir? Zaman bizi hansı istiqamətə yönəldir? Biz məcburuq dünya istədiyini verək və zaman bizi hansı istiqamətə yönəldir? O istiqamətə də gedək. Başa düşmürlər ki, bu dünyanın sahibi səndən tələb etdiyini sən verirsənmi? Bu zamanın sahibi səni hansı istiqamətə yönəldir, o istiqamətə gedirsənmi? Baxın, şeytan hansı sözlərlə, hansı fikirlərlə insanları azdırır. Səni bu dünyaya göndərən Allahdır, sənə ağıl verən Allahdır, sənə nemət verən Allahdır, sənə ömür verən Allahdır, sənə yuxu verən, səni yatızdıran, sonra səni oyadan Allahdır. Hər gün bildin, bilmədin günahlardan səni qoruyan Allahdır. Sənə sevgi verən Allahdır. Sən Allahın əmrlərinə tabe olmursan, Allah istədiyi yolu getmirsən, sən dünyanın, zamanın istəyini yerinə yetirirsən. Sənə dünya verən də Allahdır. Sənə zaman verən də Allahdır. Sən dünyanın, zamanın istəyini verirsən, sənin qəlbində Allah sevgisi yoxdursa, sən heç bir kəsi sevə bilməzsən. Sevsən də belə dilində sevərsən. Necə ki, Allahı da dilində sevirsən. Sevgi əməllərdə görünür. Hər kəsə olan sevgi əməllərdə görünür. Və Allaha da sevgisi olan əməlində görünür. İbadətində, səcdəsində və dualarında görünür. Onsuz da yerin göyün sahibi Allahdır. Bütün canlıların sahibi də Allahdır. Son dönüşün də Allahadır. Onsuz da hər bir əməlinə görə, hər bir sözlərinə görə Allaha cavab verəcəksən. Nətər olur? Bu dünya insanlarının qanunları var. Dünya sahibinin, bu insanların sahibinin özünün qanunları yoxdur. Bu dünyanın insanlarının yaratdığı qanunda cəza var. Bəs yerin göyün sahibi olan, bu insanları yaradan Allahın qanunlarında cəza yoxdur. Deməli, cəhənnəmlə cənnətin olması mütləqdir. Mükafatı olan cənnətdədir, mükafatı olmayan cəhənnəmdədir. Heç şeytan qoyar mı? Bu dünyada oturub, o dünyada cənnət qazanasan.